Hər vaxtınız xeyir əziz və dəyərli bacılarım. Yeni gündən yeni bir videoyla yenə də qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram. Kanalıma və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Necəsiz qızlar? Nə var, nə yox? İş, güc. Yay tətiliniz necə keçir? Mənim tətilim sıradan keçir. Yəni qışda necə idisə elə də davam edir. Bir tək yəni yay işləri də yığışdır, təmizlə, belə işlərlə məşğulam. Biş düşüşü ilə məşğul deyiləm, çünki bu il bilirsiniz bahatçılıq oldu. Həm həvəsim olmadı, neysə bir sözlə iş düşüşünü vəbşə etmirəm. Ancaq belə təmizlik falan işidir. Və belə günlərim hələ ki belə keçir. İnşallah ki tətildə edərik, istirahət edərik. İndi yay hələ ki qabaqdadır. Belə qızlar, keçək vlogumuza. Vlogun videonun da başlığından da anladığınız kimi kargo açımı videosu olacaq. Və bu görəcəyiniz sifarişlərin demək olar ki, çox hissəsi mənə aiddir. Özümə doğum günü hədiyyələri almışam. Və bir də Trendyoldan da sifarişim gəlib. Onu ilk öncə onu açdım, göstərim sizə. Bargellanın ətirləridir, kişi ətirləridir. Belə hədiyyəlik almışam, deməyəcəm kimə, niyə görə almışam. Bir sözlə bunları hədiyyə olaraq almışam, yəni bunlar mənə aid deyil. Dediyim kimi Trendyoldan aldım. Bargella ətridir. Kodunu burada yazacağım. Ya unutmuşam indi. Yəni çox satan bir məhsul idi. Mən də sifariş verdim. İnşallah ki verdiyim insanlar da bəyənər. Daha sonra keçək belə temu sifarişlərimə. Dediyim kimi bir çox hissəsini özümə almışam. Shortsda topluluqda paylaşmışdım. Bilənlər bilir ki 22 iyunda doğum günüm idi. Və yəni doğum günü keçirtmədim də. Yəni vlog gözləməyin, indidən deyim. Amma belə evdə uşaqlar, yoldaşım pul hədiyyələri etmişdilər və mən də özümə belə sifarişlər vermişəm hədiyyə olaraq. Yəni ki, uşaqların, evdəkilərin hədiyyələri sayılır. Sadəcə olaraq seçimimi özüm etmişəm də. Və qızlar, keçən vlogların birində də demişdim, bir kampanya gəlmişdi mənə, 28 günlük advent kalendar. Sifariş verəndə əlavə olaraq hədiyyə qazanmaq olurdu və burada da yenə də 2 məhsul sifariş vermişəm. Bir hədiyyəni mənə hədiyyə olaraq göndəriblər. Orada yəni 2 məhsul yazılır. Yəni 2 məhsul almalısan. Bəzən yazılır ki 20 manatlıq məhsul almalısan. Bəzən yazılır ki 2 məhsul almalısan ki istədiyin o hədiyyəni qazana biləsən. Və mən də ucuz 2 dənə məhsul seçdim. 2 dənə bujiteri. Birinci gördünüz yaşıl qaşlı qəşəng bir sırğa idi. Və bir də belə bir qəşəng qeyri-adi dizaynda bir sırğa sifariş verdim. İkisini də çox bəyəndim. Orada ikisi də paslanmayan poladdır. Yüksək keyfiyyət idi. Даже orada yazılmışdı 18 karat nəsə belə bir keyfiyyəti var idi. Və həmən gördüyünüz bu 2 məhsula, bu 2 sırğaya cəmi 5 manat pul ödəmişəm. Və bu 2 sırğanı aldıqda mənə hədiyyə olaraq çanta göndəriblər. Daha doğrusu özüm seçmişdim hədiyyəni. Qara sadə bir çanta seçmişdim. İlk görünüşdən belə sadə görünsə də pis deyil idi, bəyəndim. Yəni bu ölçüdə çantam çox azdır. Biraz belə hamısı bala, bilirsiniz mən balaca çantaları daha çox sevirəm. Ona görə də biraz böyük çanta istədim olsun ki içi geniş, içinə çox bir şey yığa bilim. Belə boş halda görkəmi yaxşı olmasa da, amma belə içi dolu olanda çox qəşəng də görsənir. Burada şəklini də qoyacağım. Keyfiyyəti də pis deyil idi, bəyəndim. Və belə, deməyim odur ki, qızlar bunu hədiyyə olaraq qazanmışam. Və 2 sırğa, bir də bu çanta mənə cəmi 5 manata başa gəldi. Çox əla bir kampaniyadır əslində o. Sadəcə olaraq deyir, həmən kampaniyanın tələbi sifariş vermək lazımdır da. Neysə sifariş vermək lazımdır ki, hədiyyələri əldə etmək mümkün olsun. Və belə görürsünüz, içi dolanda çox da qəşəng bir görünüşü var çantanın. Ümumiyyətcə, Deminun bu xüsusiyyətlərini çox sevirəm. Tez-tez kampaniyalar, aksiyalar olur və mən də çalışıram ki, həmən bu aksiyalardan, kampanyalardan, endirimlərdən tez-tez yararlanım. Məsələn, sifariş verəcəmsə gözləyirəm ki, hər hansı bir aksiya gəlsin, həmən aksiyadan istifadə edim ki, neysə bir şey qazana bilim. Belə qızlar, digər bağlamanı da açdım. Bundan da yenə də içində çoxsu özümə aiddir və bir də hədiyyəlikdə bir şeylər var. Yenə də belə bir bijuteriya sırğa sifariş vermişəm. Bu da yenə də paslanmaz poladdır.
bijuteriyaları çox sevirəm. Hamısını da, aldıqlarım hamısını da çalışıram ki, paslanmaz poladdan olsun ki, uzun müddət işlədə bilim. Məsələn, qolumda indi görürsüz də o qolbağlar ki var, o qolbaq ki var, onu hardasa 2 il bundan öncə almışam və çox vaxt qolumda olur. Yəni qaralma falan yoxdur hələ ki. Bəzən düzdür deyirlər ki, paslanmaz polad adı ilə alınsa da qaralmalar da olur, amma məndə hələ ki belə bir şey yəni bu hal baş verməyib məndə. Hələ ki razıyam. Və bir də gördünüz, bu stildə vintaj tərzində bir sep almışdım. Sarafanların üstündən taxmaq üçün. Elə bir tərzdə boyunbağları çox sevirəm. Ümumiyyətcə elə tərzdə bijuteriyaları çox sevirəm. Və daha sonra belə bir köynək almışdım Fuad üçün. Katana bənzər, tam katan deyil, amma ona bənzər bir materialdadır. Bunu da çox bəyəndim. İnşallah ki, balama ölçüsü uyğun gələr. Ümumiyyətcə belə ölçü olaraq ölçüləri bilirəm evdə hər kəsin. Hamının ölçüsünü bilirəm deyə səhv hələ ki ölçüdə heç nə sifariş etməmişəm. Alanda da ki, yəni problem deyil də bunda, yəni bu imkan var ki, yəni istədiyini qaytara bilirsən də. Ona görə də qorxusu yoxdur. Yəni əgər balaca böyük olarsa da qaytarmaq mümkündür. Və daha sonra özümə belə bir yenə də pambıq, yenə də katana bənzər belə bir kofta almışam. Və bu koftaya uyğun yubka da almışdım ki, ikisini bir yerdə giyinərəm. Amma ki, yubkanın materialı heç bəyənmədim. Ölçü olaraq uyğun gəldi, amma materialını çox nazik idi. Ona görə də qaytarmalı oldum onu, qaytardım da. Amma koftanı qaytarmadım. Fikirləşdim ki, başqa bir yubka seçim edərəm. O ilə giyinərəm. Çünki yəni şalvarla da giyinmək olar. Sadəcə olaraq mən qısa şalvar, şalvarın üstündən qısa kofta giyinməyi çox da sevmirəm, deyə də bilmədim. Ona görə də ancaq yubka ilə düşünürəm ki, onu yaxşı yaraşar. Neysə, koftanı saxladım, yubkanı qaytardım bir sözlə. Və geyimləri paketdən çıxartdıqca təzədən öz paketinə qoyuram ki, paketlər dəyişik düşməsin. Çünki hələ yoxlamamışam da burada balaca, böyük olar, nə bilim, xoşuma gəlməzsə qaytara bilim. Və qaytaranda da paket öz paketi olmalıdır ki, barkod uyğun gəlsin, düz gəlsin. Əks halda qaytarmaq mümkün olmur bir sözlə. Və belə qızlar, daha sonra belə bir yay sarıfanı almışam. Sarıfan deyim, don deyim buna, nəsə belə katan materialında belə bir sarıfanın hamısında şəklini qoyacağım buradan qızlar. Görəsiz modeli necədir. Və bayaq gördüyünüz boho tərzində, yəni vintaj tərzində ki şey almışdım, boyunbağı. Belə bu sarıfanlarla taxmaq üçün almışdım. İkisi bir arada çox gözəl yaraşır. Həmən o sarıfanın bir çox rəngini almışam da, qara bir, daha sonra göy, belə çəhrayı. Yəni 4 cürünü almışam, 4 rəngli daha doğrusu. Və növbəti məhsul belə bir kofta almışam özümə. Bu da yenə də katana bənzər materialdır. Katan da hətta deyərdim təmiz. Çox qəşəng, yumşaq materialda kofta idi. Giyindim, yoxladım, çox bəyəndim bunu. Yəni bu qaldı, bunu qaytarmadım. Bir məhsulu qaytardım. O da bayaq gördüyünüz bir yubka idi, onu qaytardım, bəyənmədiyim. Qalan hər bir şeyi ürəyimcə oldu. Çünki mən sifariş edərkən onu o qədər araşdırıram ki, baxıram, rəylərini oxuyuram, şəkillər varsa şəkilləri diqqətlə baxıram ki, yəni yaxşı gəlsin də, pis çıxmasın. Bəzən də olur ki, yola verirəm və yaxud ki, rəy yoxdur, şəkil yoxdur, elə gözə yarı alıram. O da ki, gələndə baxsan ki, ya yaxşı çıxır, ya pis çıxır, qaytarmalı oluram. Yəni olur belə hallar. Belə qızlar, yenə bir o digər bağlamamız bitdi. İndi daha növbəti yenə də bir bağlama açdıq. Burada görək nələr var. Və yenə də ən kiçik məhsulları açmaqla başladım. Belə yenə də bir bijuteriya sifariş vermişəm. Və bu sırğanı mən əslində bir cüt sifariş vermişdim. Niyəsə 2 cüt göndəriblər. Daha sonra dedim yəqin hədiyyə olaraq göndəriblər. Amma girdim, baxdım, gördüm ki, elə 2 cüt sifariş vermişəmmiş. Belə bir ulduz sırğalardır. Bunun yadınızdadırsa boyunbağısını almışdım. Bu dəfə də sırğalarını və qolbağını almışam. Amma ki bunu dəst olaraq elə hamısını, qolbaqdır, sepidir, sırğasıdır, hədiyyə etdim artıq. Və daha sonra belə bir qolbağı almışam. Bunu da elə ümumiyyətcə belə qırmızı bağ
qolbaqlar çox xoşlayıram. Qola qırmızı bağlamağı sevirəm deyə. Elə qeyri-adi olsun deyə belə üstündən zənciri olanını aldım. Və bu bijuteriyaları çox vaxt niyə görə sifariş verirəm? Orada məbləğ tamamlanmalıdır ki, məsələn, kuponu əldə etməkdən ötürü kiçik bir məbləğ çatmır. Onda belə xırda-xuru şeylər də sifariş verirəm ki, o məbləği tamamlayım. Ona görə də yəni bəzən çox vaxt elə hər bağlamanın içindən bijuteriyalar çıxır demək olar. Daha sonra yenə də gördünüz həmən o ulduz sırğanın ikinci cütü və bir də həmən o ulduz sırğaya uyğun bu qolbağı almışdım. Qolbaq deyəndə şahmerandır əslində, amma bunu hədiyyə etdim. Hamısını dəst şəkildə dediyim kimi. Ondan öncə də əvvəlki kargolarımda bəlkə görmüsünüz, sepdə almışdım. Bu şahmeran bir də ulduz sırğa dəst şəkildə artıq verdim getdi. Sağlıqla taxsın, istifadə etsin hədiyyə etdiyim insan. Və daha sonra belə bir boyunbağı götürdüm. Bunu da çox bəyənirdim. Həmişə atırdım səbətə, silirdim, atırdım, silirdim. Axırı ki sifariş verdim. Qəhvəyi tonda nəsə geyimlərlə falan kombin etmək üçün qəşəng boyunbağıdır. Buna bənzər sırğalar da var. Bu tonda, bu rəngdə, yəni sırğalar da var. Elə fikirləşdim onunla dəstləşdirib taxaram. Belə hamısını gördüyünüz ümumiyyətcə nə bijuteriya alırımsa, hamısı da qaralmayandır. Yəni paslanmaz poladdan alıram. Və illərdir aldığım bijuteriyalar hələ də istifadə edirəm. Bir dəfə ilk sifarişlərimdən birisi olub ki, baxmadan sifariş vermişəm, adi metal olub, tez qaralıb. Ondan sonra artıq diqqət edirəm ki, qaralmayan olsun. Xeyli də bijuteriyam var artıq. Hədiyyə etdiklərim də olur, amma özümün də az yoxdur, çoxdur, həddən artıq. Təsəvvür edin, hər dəfə bu qədər bijuteriya alsam, nə qədər bijuteriyam yığılıb. Təsəvvür edin. Və ümumiyyətcə belə xoşlayıram ki, hər geyimə uyğun bijuteriyalarım da olsun. Ona görə də dəst-dəst hər geyimdə, hər rəngdə çalışıram ki, ən çox da qızılı rəngini sevirəm. Ona görə də qızılı rəngdə bijuteriyalarım daha çoxdur. Belə qızlar, daha sonra növbəti məhsulu yenə də belə bir kofta almışam özümə. Qolları belə bir detaylı, ipli, açıqdır, amma iplə bağlanır. Bu əslində yəni tunik. Tunik də deyil, don kimi də giyinmək olar. Qısa giyinənlər üçün don kimi də giyinə bilər, amma mən bunu tunik kimi aldım ki, altdan lasinlə giyinməyə. İkisi bir yerdə yaxşı yaraşır, yəni yaxşı görsənir. Belə daha sonra bir də belə bir platyadır, don deyim, platya deyim, neysə belə bir don almışam. Bu da heç diziliyim xoşuma gəlmədi. Naxışı xoşuma gəlmədi. Çünki şəkildə daha qəşəng idi. Naxışı qəşəng görsənirdi, amma realda o qədər də sevmədim. Amma əynimə giyindim. Gördüm ki, həm əynimin razmerinə uyğundur, həm də ki, pis qalmadı. Ona görə dedim, qaytarmayım, qalsın, arada bir giyinərəm. Və o qədər ucuz bir qiymətə almışdım ki, öncə istədim qaytarım, amma sonra gördüm ki, o qədər ucuzdur ki, yəni qaytarmaqdansa fikirləşdim, elə qoyum, evdə arada bir giyinərəm. Çox gülməli bir qiymətə almışdım. Qiymət yadımdan çıxmır, amma bilirəm ki, çox ucuza almışdım. Və belə qızlar, bu aldığım məhsulların içində ən çox bəyəndiyim bu üçlü kofta oldu. Qəhvəyi, sarı və qara içində 3 eyni formada, yəni koftadır. Materialları o qədər təsəvvür edin ki, gözəldir. Çox sevdim də mən bunları. Hətta girib baxdım ki, düzdür yoxdur, amma yəni bitmişdi də. Başqa tonlarda da varsa yenə üçlü dəst bir dənə alaram. Yəni boz, ağ, nəsə belə bir şeydə fərqli rənglər olarsa yenə də alacağam. Çünki dəhşət çox bəyəndim. Qiymət düzdür, biraz baha idi, amma materialına görə düşünürəm ki, dəyərdir keyfiyyətinə görə. Üçlü şəkildə qiyməti hal-hazırda 40 neçə manatdırsa, 42-43 manatdır, amma mən onu 27 manat vermişdim üçünə. Yəni yenə də ucuz başa gəlir. 3 dənəsinə görə 27 manat normaldır məncə. Əslində evdə giyinmək üçün almışdım həmən koftaları, amma o qədər bəyəndim ki, keyfiyyətini. Fikirləşdim ki, öncə biraz çölək bayra giyinim. Köhnələndə artıq evə salaram, evdə giyinərəm. Və belə qızlar, daha sonraki məhsullar 2 paçka uşaqlara corab götürmüşdüm. Bizdə corab produkt kimi demək olar ki, tez-tez alınır da. Çatmır ki, çatmır. Və belə qızlar, özüm üçün aldıqlarım deyəsən bitdi. Bunlar isə uşaqlar üçün aldıqlarımdır. Burada ortancıl oğlum üçün aldığım futbolkadır. Artıq yaydır. Hər il bilirsiniz də, çoxdan izləyənlər bilir ki, hər il nə qədər bunlara futbolkalar alıb yığıram ki, dəyişiklik giyinsinlər. Bu da ortancıl oğlum üçün aldığım bir futbolkadır.
Və burada əlavə olaraq kiçik oğlumun da sifarişləri var. Yəni özü pul atmışdı ki, mama mənim üçün sifarişlər ver. Yəni mənim zövqümə arxayındır deyə bilir ki, həmişə yaxşı şeylər seçirəm. Ona görə də burada gördüyünüz geyimləri kiçik oğlum üçün mən sifariş vermişəm. Təbii ki, pulunu o ödəyib. Belə yenə də bir cins şalvar seçmişik. Bu da desəm Brent mağazadan götürmüşdü. Daha doğrusu seçmişdik. Özü də çox bəyəndi, xoşuna gəldi. Qiyməti də yəni elə də desəm münasib deyildi. 2 şalvar seçmişdik. Biri biraz daha bahalı idi, biraz ondan münasib qiymətli idi. İndi burada qiymətlərini yazacağam hansı neçəyədir. Digər cins şalvar isə bu rəngdə idi. Özü istədi ki, biri də tünd rəngdə olsun. Çünki işdə dedi ki, yəni tünd rəng geyinməlidir deyə. Şey elədi ki, yəni tünd rəng olmalıdır. Ona görə birini tünd seçdik, birini də çöl bayrağı giymək üçün açıq rəngdə. Tünd də ona görə giyinməlidir ki, işi barista işidir. Bilirsiniz də elə işdə də açıq rəng yaramır. Və bayaq gördüyünüz boz rəngdə şalvara uyğun da belə bir koftada sifariş vermişdik. Bunu da yenə də diqqətlə oxuyub araşdırıb sifariş verdim ki, keyfiyyəti yaxşı olsun. Çox qəşəng belə bir materialdandır. Belə materiallar bilirsiniz heç vaxt əyilmir, rəngi falan solmur, eləmir. Ona görə də bu da yəni yaxşı gəldi. Və belə qızlar deyəsən bağlamanın bu son məhsulu idi. Bitdi artıq. Düzdür, başqa sifarişlərimiz də var. Hətta gəlib çəkmişəm də, amma onun video uzun olacaq deyə burada göstərmirəm. Başqa vlogda göstərərəm inşallah. Orada da yenə də qəşəng maraqlı şeylər sifariş vermişəm. Və belə qızlar, bu nədir? Bu isə bayaq dediyim kimi 22-sində, iyun ayının 22-sində doğum günüm idi. Bunu da mənə qonşum hədiyyə edib. Belə yanında bir dəfə demişdim ki, armudu stəkan dəstim yoxdur, alacağam. Yadında qalıb, sağ olsun, belə bir armudu stəkan nəlbəkisi ilə dəst alıb mənim üçün. Payı çox olsun, cibi dolu olsun. Əlavə olaraq da üstündə yenə də əlavələrin qoyub. 2 cüt çorabdır, bir də 2 çay dəsmalıdır. Çox xoşuma gəldi. Rəngi də belə sarı, yaşıl. Çox bəyəndim. Düzdür, bayaq dediyim kimi ad gün falan qeyd etmədik. Çünki geçən yoldaşımın da ad günündə demişdim, yadınızdadırsa ki, ad gün falan artıq da qeyd etməyəcək. İndi tortu falan bu başqa şey. Amma ki, ay belə təmtəraqlı hər il ad gün qeyd etməyi də artıq yavaş-yavaş yığışdırmağa başlamışam. Sadəcə olaraq elə tortla yenə də yola verdik. Hətta bir yox, ardasa 3 dənə tort alındı. Birini gecə saat 12-dən sonra bacım oğlu gəlmişdi. O alıb gətirdi. Sağ olsun, payı çox olsun, sevindirdi məni. İlk təbrik eləyən elə o oldu. Ardıca yoldaşım səhər tezdən durub alıb gətirmişdi. Üçüncü də yenə də axşam gələndə oğlum bir tort alıb gəlmişdi. Yəni ancaq tortla yola vermişdik də bu ad gününə. Düzdür, burada oğlumla bacım oğlunun aldığı tortları çəkmişəm, amma yoldaşımın tortunu unutmuşam çəkmək. Çünki səhər tezdən idi, həvəs olmadı çəkməyə. Neysə, belə qızlar, bu kargo açılımı gördünüz də, uşaq dediyim kimi evdəki uşaqların mənə verdiyi pullar, yoldaşımın verdiyi pullarla özümə hədiyyə etmişdim. Daha sonra qonşumun hədiyyəsini də gördünüz. Bu isə baldızımın hədiyyəsidir. O da yenə də mənim istədiyim bir şey alıb. O da yenə əvvəldən verib hədiyyəsini. Onu da çəkmişdim. Elə əlavə elədim bu videonun ardınca. O da mənə belə böyük ölçüdə bir qazan alıb gətirib. Payı çox olsun. Çoxdan almaq istəyirdim. Aşqazanı həmişə deyirdim ki, mənim aşqazanım alüminiumdan var, amma belə bu materialdan olan aşqazanım yox idi. Onun da yadında qalıb, belə mənim üçün belə böyük ölçüdə qazan alıb gətirib. Yəni həmişə deyir ki, mən sənə hədiyyə seçə bilmirəm, maşallah olsun, hər şey alırsan özünə, qab-qacaq, ev əşyası, hər şey alırsan deyə heç adam bilmir ki, sənə nə alsın. Elə gözləyir ki, ağzından nəysə çıxsın, o yadında qalır. Hansısa bayramda, ad gündə falan onu alır mənə. Buradan yenə də çox sağ ol deyirəm, öpürəm onu. Yəni məndə qazan var, belə qazan, amma 1 kilo düyü tutur da, 1 kilonun aşını tutur. Bu isə böyükdür. Həmən də istəyirdim ki, biraz böyük olsun ki, harada 2 kilo yarım düyünün aşını dəmləmək olsun içində. Belə, o da aldı gətirdi. Çox bəyəndim. Qalınlığı da ki, nə çox qalındır, nə çox nazikdir. Yaxşı materialdadır. Buradan yenə də bir daha çox sağ ol deyirəm, o elə o düşüncənə görə ki, bilirdin ki, ehtiyacın var buna, alıb gətirmisən. Allah ürəyinə görə versin.
Və o hədiyyə ilə yetinməyib, yenə də əlavə bir hədiyyə alıb mənim üçün. Çox qəşəng pambıq materialdan kətan bir köynək alıb. Bunu da çox bəyəndim, həqiqətən də ürəyimcə oldu. Səpsərin, yüngül bir köynəkdir. Düzdür, köynəklərim çoxdur, amma belə cızıqlı, belə bu naxışda köynəyim yox idi. Sağ olsun qarderobuma, kolleksiyama bu köynəklər əlavə olundu. Sevə-sevə geyinəcəm, istifadə edəcəm. Və belə qızlar, bitdimi hədiyyələrim? Bitmədi. Və belə bunları isə yoldaşımın əmisi arvadı gətirib mənim üçün. Bayaq dediyim kimi qızlar, əslində doğum günü qeyd etməmişdim də mən. Amma sadəcə olaraq həmən günü rayondan yoldaşımın əmisi qonaq gəlmişdi. Məcbur olub, yəni qonaqlar qarşılamaq üçün süfrə falan hazırlanmışdım. Amma sırf qonaq qarşılamaydı da, yəni ad gün adı deyil idi. Təsadüfən həmən günə denk gəlmişdi, yəni 22-si iyuna. Və gələndə də sağ olsun əmsi arvadı mənə belə hədiyyələr almışdı. Heç bilmirdi ki, doğum günüdür. Başqa şeylər də almışdılar, belə şirniyyat falan, amma onları da göstərmirəm. Amma dedim, heç olmaya belə mənə aid olan şeyləri göstərim ki, nə hədiyyə edib mənə. Sağ olsun, belə 2 cüt corab idi. Daha sonra orada nə idi? Rolklə olan Rexona'dır. Daha sonra Arkonem serisindən olan yulaflı südlə hazırlanmış nəmləndirici bir kremdir. Çox gözəl kremdir. Çox bəyəndim onu. Daha sonra belə bir sab alıb mənə. Bunu da çox bəyəndim. İnanın ki, qızlar, o qədər rahat bir sabudur. Çox bəyəndim. Yəni belə normalda belə sabuları çox da bəyənmirəm, amma bunu 100% geyinəcəm, çünki çox rahat bir sabulardır. Və bir də ki, Clar'ın kəpəyə qarşı olan şampunudur. Həmişə göy rəngini alırdım, amma heç bundan istifadə etməmişəm. Çox bəyəndim bu şampunu da və düşünürəm ki, bundan sonra, yəni saçıma düşdü də, düşünürəm ki, ondan sonra bu şampunu mütləq alacağım. Belə qızlar, əmi dostunun hədiyyələri bu qədər idi. Çox sağ olsun, payı çox olsun və bunlar isə mənim fabrikdən özümə aldığım hədiyyələrimdir. Birinci qızlar, göstərdiyim nə idi? Onunla bağlı məlumat verim. Bu bir üzə qulluq vasitəsidir. Oksigenli üz spreyidir. Üzü nəmləndirir, canlandırır. O üzdə olan yorğunluğu azaldır. Çox gözəl bir vasitədir. Belə deyək ki, nəmləndirici krem istifadə etmirik. Onun sprey şəklindədir də, belə deyək. Və günün istənilən vaxtında, yəni istədiyiniz vaxt istifadə edə bilərsiniz də. Hətta kremin, hətta bu spreyi makyajın üstündən də istifadə etmək olar. Belə. Digər göstərdiyim bu məhsulu isə Faberlikin yenə də SPF kremidir. Anti-yaşlanmaya qarşı, bir də günəş şüalarına qorunmaya qarşıdır. Belə bildiyimiz günəş kremidir də, amma belə keyfiyyəti mükəmməldir. Çox gözəl günəşdən qoruma effekti var. Və son olaraq da bu məhsulu tanıtmaq istəyirəm sizə qızlar. Bəlkə də tanıyanlarınız var aranızda. Mən də ilk dəfə də alıram, yəni yeni tanış oluram bu məhsulla. Bu nədir qızlar? Bu da təmizləyici muz pastadır. Yəni mətbəxdə istifadə etmək üçündür. Bu inadkar kirləri təmizləmək üçün bir vasitədir. Tək mətbəxdə deməyək, yəni deyək ki, belə universal bir vasitədir. Hər bir şeydə istifadə etmək olar. Yağdır, kirdir, pastır, hisdir, mazutdur, hər bir şeyi təmizləyir də. Yanıq ləkələridir. Yəni düzdür, hələ istifadə etməmişəm. Ona görə də tam dəqiq sizə fikir bildirə bilməyəcəm onunla bağlı. Amma deyilənlərə əsasən çox yaxşı bir vasitə olduğu deyilir. İnşallah ki, mən də bəyənərəm və fikrimi bildirərəm sizə. Və beləliklə qızlar, özümə aldığım hədiyyələrim, verilən hədiyyələrin hamısını göstərdim sizə. İndi də sizə qarderobumu göstərdim. Bu bir gün sonra çəkilən bir videodur. Elə dünən çəkilişlərdən sonra dolabımı tökdüm, düzənlədim. Səliqə səhmana saldım və artıq nə varsa geyinmədiklərimi də çıxartdım hamısını. Dedim, verərəm kim istəyərsə ona. Və baldızım verdiyi və təmdən aldığım köynəklərdən hamısını ütülədim, qəşəng gətirdim, yığdım dolabıma. Yəni yumuram mən gələndə, nəsə məndə elə bir adət yoxdur, təzə alınan şeyləri niyəsə yumuram. O ilk şax görünüşünü, o təzə görünüşünü niyəsə itirmək istəmirəm, istəyirəm geyinim ilkini, sonra yuyaram. Və belə mən burada əsas koftalarımdır, pencəklər, koftalar falandır. Belə köynək tipli şeylər əsasən çox sevirəm geyinməyi, ona görə də burada ən çox elə köynəklərdir demək olar. Və demək olar ki, koftadan çox köynək almışam özümə. Və hamısını da sevə-sevə giyinirəm, istifadə edirəm. Və burada çoxsu Temudan aldıqlarımdır və
Mağazadan, yey mağazalarından burada Bakıdan mağazalardan aldıqlarım da var. Hər birini çox bəyənirəm. Belə. Demək olar ki, hər rəngdə koftalarım var. Məsələn, bu narıncı olanı burada hansısa mağazalardan, butikdən almışdım. Çox bəyənirəm bunu da. Pambıq materialdır, sərin. Bunu Temu'dan almışdım. Bu da yenə də Temu'dan. Bəziləri eynidir, rəngləri fərqlidir. Daha sonra belə qəhvə rəngidir. Bunda ona uyğun şalvar da almışdım. Bu isə mamadan mənə yadigar qalan bir hədiyyə etmişdi mənə. Belə bir yaşıl kətan köynəyim var. Bu yenə baldızımın aldığıdır. Sevdim bu köynəyi çox. Bu da yenə gördüyünüz qargoda açdığım kimono koftadır. Bu da yenə bir göy köynəkdir. Bunu da çox sevdiyim, tez-tez geyindiyim köynəklərdən biridir. Və bu koftaları çox bəyənirəm. Bundan da 2 rəngini almışam. Bir qara belə, altdan yəni özü görsənəndir. Belə tül koftadır, amma altından pridelka geyinirəm də bunları. Belə 2 rəngin, bir yasəmən, bir də qara rəngini almışam. Çox sevirəm bunları da. Klassik şalvarla çox yaraşır. Daha sonra butalı belə bir koftam var. Bunu da çox bəyənirəm. O da mamadan qalan parça idi. Mama vermişdi onu mənə. Bacım tikib, yəni o koftanı mənə. Və yenə də bu da Temu'dan aldığım köynəkdir. Altdan da yenə də bəziləri 2-2, bəziləri tək-tək taxmışam. Çünki veşilkalarım çoxdur deyə çoxsunu tək-tək taxmışam ki, göz qabağında görə bilim hamısını. Və belə, yəni ardınca da pencəklər gəlir, yenə də koftalar falan. Və bəzilərində belə dolabın bu hissəsində qatlayıb yığmışam. Burada əsasən koftalardır, yenə də ev geyimlərinin, bir də belə şalvarlardır. Həm cins şalvarlardır, klassik şalvarlardır. Burada yenə də koftalardır. Həm evdə geyindiyim, həm çölə geyindiyim. Burada isə ən sevimli geyimlərim buradadır. Bunlar hamısı sarıfanlarda evdə geyinirəm. Evdə mən xoşlamıram şalvar, kofta falan giyinməyə, sarıfan giyinməyi sevirəm deyə elə ən çox gün ərzində rahat ola biləcəyim geyimlər onlardır da. Və aşağıda gördüyünüz yenə də qış geyimlərdir. Yuxarıda da yenə də qış geyimləri, orqanayzerlərin içində. Bu isə bilirsiniz də, hədiyyəlik, o 2 dənə üst-üstə olan hədiyyəlik şeyləri yığmışam onun içinə. Burada isə bu otağın, yəni yatağın həm pakırvallarıdır, üstdə də yenə də qış geyimləridir və həmən bu otağın yatağının pastelləridir, yəni yataq dəstləridir. Yəni hər yataq dəsti, hər otaqda öz otağının öz dolabına qoyuram da, belə deyək. Belə buranı da qəşəng düzənlədim, səliqəyə saldım. Daha sonra bu aşağı hissəni də səliqəyə saldım. Burada biraz dağılmışdı. Bu siyirtmədə də yenə də mənim bütün şərflərimdir, papaqlarımdır, yaylıqlarımdır, bandanalar falan, bir də əlcəyimi də bura qoymuşam. Buranı da yenə də səliqəyə saldım qəşəng. Aralarına da naftalin qoyuram. Əgər qatladığım şeylərin arasına naftalin də qoyuram. Belə bu çay paketlərinin içinə naftalinlərdən yığmışam və aralarına qoyuram ki, qurd-quruş həm də xoş ətir yayılsın da dolabın içində. Demək olar ki, bütün dolabın içində qatlanmış şeylərin arasında var bundan. Bu naftalində qaynanam almışdı mənə, sağ olsun. Yəni yanında demişdim ki, ondan sonra onda olur adətən. Soruşdum ki, var, yoxdur. O da mən üçün Sədərəyə gedəndə Talpuçkaya mən üçün alıb gətirmişdi. Mən də belə ayırdım hamısını paketlərə, yığdım dolablara. Və bu paketin içində də gördüyünüz bayraqdır. Bizim bayrağımız. Onu da qəşəng götürüb, qatlayıb qoymuşam. Bir vətənpərvər olaraq evimizdə bayrağımız da var. Belə ikinci sirtmədə isə Fuadın geyimləridir. Burada da bəzi geyimlərini saxlayıram ki, Fuad gələndə nə isə maması unutmuş olarsa, burada bilim ki, geyimləri var. Və üçüncü sirtmədə isə özəl əşyaları idi. Oranı göstərmədim və dolabın o hissəsi elə tamamlandı. Keçək digər hissəsinə. Bu bölməsində isə əsasən yoldaşımın geyimləridir. Burada da yenə də onun bütün köynəkləridir, kostyumlarıdır, qış geyimləridir. Yuxarıda isə yenə də özəl əşyalarıdır, ətirləri falan, hər bir şeyi. Bir də iki artıq döşəyim var idi. Birini bura yuxarıya yerləşdirmişəm. Qonaq-qara üçün gələn o artıq döşəkdir də, bu üçün istifadə olunmayan. Bu hissədə isə yenə də mənə aiddir. Bu boyda şvanler demək olar ki, hamısı mənim geyimlərimdir. Yoldaşım kişi, düzdür, kişilər az
Yəni çox geyinmirlər bilirsiniz. Ona görə yenə də az deyil. Yoldaşımın geyimləri də yetərincə çoxdur. Amma mənimki ondan da çoxdur da. Belə burada da yenə də sarıfanlarımdır. Toya bayrama geyindiyim geyimlərdir, qış geyimləridir. Belə hamısını ütüləyib yığmışam ki, yəni bunları qatlayıb da qoya bilərəm, amma ütülü şəkildə veşolkada saxlayıram ki, qəfil harasa gedəndə, tələsiyə düşəndə bir də paltar ütüləmək falan vaxt aparmasın. Ona görə hamısını veşolkada saxlayıram. Bunlar da bu dolabın bu hissəsi şifoneri hündürdür deyə donlar bura rahat yerləşir də. Amma digər tərəfdə qısa olduğuna görə köynəkləri digər tərəfə, pencəklərdir, köynəklərdir o tərəfə yerləşdirmişəm. Belə dolabım da çox səliqəli, Səhmanı belə yenə də həmişə səliqədə olur, amma biraz dağınıq olur. Bəzən yəni düzəliş edirəm də. Burada da artıq çıxartmışam. Dolabdan nəyi ki geyinmirəm. Onları çıxartdım ki, istəyənə verim. Kim istəyərsə ona verərəm. Burada da yenə də vitrovkada ağ köynəklərdir. Hamısı da yaxşı vəziyyətdədir. Hamısını burada da yenə də yoldaşımın geymədiyi köynəklərdən də çıxartdım ki, onu da kiməsə verərəm. Hamısı demək olar ki, təzə vəziyyətdədir. Elə ayırdım, verdim. Artıq vermişəm. Giyinən, can sağlığı ilə gülə-gülə geyinsin. Və belə qızlar, videom artıq demək olar ki, sona yaxınlaşır. Artıq sağollaşmaq vaxtıdır. Gecə olmadan sağollaşım sizinlə. Sona qədər səbirlə təmkinlə izləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Baxan gözləriniz var olsun, şərh yazan, bəyənən barmaqlarınız yorulmasın. İnşallah ki, növbəti vlogda görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.